Həmişəki kimi Avropadan salamlar. Bugün 8 iyun 2025-ci ildir. Sizə bir maraqlı video göstərmək istədim. Bu mənim velosipedimdir, həmişəki kimi. Gəlmişəm mən, deməli dostlar, Avropada belə paltar yuanlar var. Bu paltar yuanlar hamı içindir. Burada əsaslı 8 kilo, 16 kilo ruhlar, xalça, yorğan yumağa daha yaxşıdır. 16 kilo yarım və s. Əsas da paltar qurudanlar var. Bu bizim işimizə daha yarayır. Bu belə qurudur yuduqdan sonra. Bildiyiniz kimi artıq yaydı və biz qərara gəldik ki, artıq qalın ədyalları, qışlıq ədyalları götürək. Bu evdə yumaq bunu həm paltar yuanı əziyyət eləyir, həm də qurutmaq aparatı bizdə balacadır, ona yerləşmir. Burada daha rahat. Belə dostlar, burada şəkil çəkdirməyə də yer var. Belə 8 kilolu aparatlar da var. Deməli, bu velosiped mənim hər işimə yarayır. Mən artıq qeyd etmişdim ki, mən velosiped həvəskarıyam. Bu velosipeddə 3-4 nəfər buna rahat minə bilir. 350 kiloya qədər yük götürür. Deməli dostlar, belə bu qurutma aparatında da əsas o mikrobların ölməsi, daha yaxşı quruması bizim üçün önəmli rol oynayır. Ona görə də ara sıra belə paltar yumalardan istifadə edirik. Belə Avropa həyatı, hal-hazırda hava istidir. Hər şey yaxşıdır. Salamlar olsun. Özü burada olmayıb, ürəyi burada olan insanlara. Hər kəsə Avropadan salamlar olsun.